Deməli, sual test toplusu, yəni tənliklər üzrə hesablamaların ardı idi. 2025 kimya test toplusu, səhifə 20. Verilmiş tənlikdə bizdən soruşur ki, Cx, H, Y, N, Z-nin nisbi molekul kütləsini tapın. Təbii ki, biz bu maddənin nisbi molekul kütləsini hesablamaqdan ötürü bizə nə lazımdır? Aslında nələri bilmək? X, Y və Z, yəni indeks olaraq X, Y, Z-i dəqiqləşdirməyimiz lazımdır. Düzdür? Bunun üçün də biz nə etməliyik? Tənliyimizi, yəni tənliyimizdə sağ və sol tərəfdə atomları nə etməliyik? Düzəltməliyik. Bəli. Məsəl üçün, deyək ki, sağ tərəfdə karbonumuz nə qədərdir Aslan? 6 dənə deyil. Solda nə qədər karbon var? 2 deyil. Biraz diqqətli olun. Məsələn, 2x bəli. Biz karbon sayını nəzərə alsaq, sol tərəfdə 2x-dir, sağ tərəfdə isə 6. Və buradan asanlıqla x-i tapmış olduq ki, 3. Görürsünüz? Və tapdıqca da silək, sonra yaddan çıxmasın. Yaxşı. İndi gəlin baxaq görək hidrogenimiz sağ tərəfdə nə qədərdir? Hidrogen 10. Bir dənə yaxşı yenə diqqətlə baxın. Sağ tərəfdə hidrogen nə qədərdir Aslan? Sağ tərəfdə 20. 20, super. Gözəl, gözəl. 20. Sol tərəfdə bəs hidrogen nə qədərdir? Sol tərəfdəki 2. Bəli. 2 bərabər edir sağdakı hidrogenə. 20, o da eyib, Y olmayıb. Y olmuyor. Və Y buradan silib 10. yerinə 10 yazın. O cümlədən Z də bu qayda ilə azotumuz sağda nə qədərdir? Sağda yandı. Sağda azot 4. Gözəl. Solda nə qədərdir? Solda Z. 2Z. 2Z 4. Z bərabərdir 4. Buradan Buradan da Z. Neçə dostlar? Super. Hı. Möhtəşəmsiz, möhtəşəmsiz, möhtəşəmsiz. 2 yazırsınız. Və birləşmənin bu formulunu bildik. Artıq biz burada bunları silib X, Y, Z-in yerinə onların həqiqi qiymətlərini yazırıq. Məhsul qiymətləri yox. Karbona 3 yazırıq. 3, bura 10, burada neçə yazırıq? 2. Və karbon görürük ki, 12-dir atom kütləsi. Amma 3 dənə karbondur. 12 vurulsun 3. Biliyorsunuz, hidrogen 1-dir, sayı 10 dənədir. Azot atom kütləsi 14-dür, 2 dənə azot atomdur. Və bu 36-dır, bu 10-dur, bu da 28-dir. 46, 54. 46, 28. 46, 28, 64 edir, 74, 74 edir işte. Doğru cavab edir 74. Keçən növbəti suala. Yaxşı. Magnezium 34-cü sualdır sual. Magnezium veriblər 1,2 qram. Deyirlər ki, əvvəlcə magneziumdan X-in qarşılıq təsirindən magnezium X2 birləşməsi alınmışdır. Və deyirlər ki, 1,2 qram magneziumu 8 qram X ilə qarşılıq təsir zamanı burada X-in nisbi atom kütləsi bizdən soruşulur. Biz də bilirik ki, kütlələr veriləndə altından onların nələri qeyd olunur? Tənlikdəki kütlələr. Magnezium 1 mol olduğuna görə elə 24 yazılacaq. X nə qədər yazılacaq Aslan? Yox, X-i bilmirik. Yəni X-i soruşur bizdən. 2X desin daha yaxşı olar. Çünki bu 2 əvvələ keçir yazılır. 2 dənə X deməkdir. Ondan sonra 1,2-ni bölürsən 24-ə, bu da bərabərdir. 8-i bölürsən 2X. Düzdür? Belə yuxarını mən 10-a vursam, sürətləri 10-a vursam, bu 12 eləyir, bu da 80 eləyir. 24 ilə 12-ni ixtisar eləsəm, 2, burada 1 qaldı sürətdə. Bu 2 ilə də bu 2 getdi. X neçə qalır? X qalır 10. Niyə 80 qalır? 10-a vurmaqdır bu. 10-a vurdum, 8 oldu, 80. X oldu, 80. Nisbi atom kütləsini necə edirsiniz? Keçək növbəti suala, yoxsa? Birinci kütlələr onu qoyacağıq. Ondan sonra səyində kütlələrini alta qoyacağıq. Bəli, bəli. Verilənləri bəli, üstlərinə yazırıq, düzdür. X, Y2-ni, 32-ni yazırıq bunun üzərinə, düzdür. Suyun kütləsini suyun üstünə yazırıq, düzdür. Z-in üstünə 37 yazılır. Bəli, 4-cü qrupda istifadə olunur bu tapşırıq. 4-cü ixtisas qrupunda düşür. Və maraqlı bir dənə şey ortaya çıxdı Aslan. Biz burada 4 dənə maddə var, 3-ünü bilirik. Yəni yenə X yazılır. Sizcə bunu necə tapa bilərik?
İşte bir bərabərlikdə 32 plus 18 bərabər 37 plus X. x. Hamısını toplayayım. Bunlar ikisi soldakılar sağa bərabər olmalıdır. Onda bura neçə olmalıdır ki, bundan 37-nin cəmi 32-nin 18-nin cəminə bərabər olsun. Maraqlıdır. Neyniyərik biz o zaman? 32-nin 18-ini toplayarıq. 50 eləyir. 50-dən də 37-ni çıxarsın. 10. 13 bəli. Görürsünüz? Bunu tapdıq. Çünki nəyə görə? Çünki tenin məndən soruşulan tenin nisbi molekul kütləsidir dostlar. Məndən tenin nisbi molekul kütləsi soruşmur. Tenin nisbi molekul kütləsi məndən soruşursa, deməli mən nə etməliyəm? Teni tapmalıyam da. Elə deyil. İndi fikirləşin görək uşaqlar. Burada hansı maddənin molekul kütləsini dəqiq bilirik? X, Y-in, suyun, Z-in yoxsa T-nin? Suyun. Nəyə görə? Suyun molekul kütləsini deyirəm. Çünki kimin kimya formulu var? Suyun. Deməli, mən suyun molekul kütləsini hesablayıb, onun tənidəki kütləsini dəqiq bilə bilərəm. Və görürsünüz, məlumatlar da mənə verilir. Bu məlumatlardan ekstrakt edirəm, suyun molekul kütləsini hesablayıram. Hidrogen atom kütləsi neçədir? 1. 1. 2 dənədir, 2 yazırsan. Oksigen 16-dır. Neçədir bu? 18. Amma molekul kütləsi də 18. Amma 1 mol su deyil axı tənədə 2 mol sudur. Onda bunlara nə yazmalıyam? 36 yazmalıyam. 2018-ə vurdu, düzdür? İndi T-nin molekul kütləsini məndən soruşur. Mr. T. Neyini yaram? 18-i bölərəm 36-ya. Düzdür? Bərabərdir. 13-də bölərəm nəyə? Mr. T. Düzdür? Ki, T-nin molekul kütləsini tapın. Hərənin kütləsini öz tənidəki kütləsinə böldüm də. Çünki T-ni bilmirəm axı. Yazıram Mr. T. Düzdür? Elə ki, biz həmişə o birini necə tapırdıq? Yuxarıdakı aşağı bölür, yuxarı aşağı bölürsən, tapırsan da. Burada çarpaz olaraq gedir də bu. 36-nın 18-i ixtisariyəndə 2, burada 1 qalır. 2-ni 13-ə vurursun, neçə? 26 nəmir? 26. Deməli, belə çıxır ki, burada T-nin molekul kütləsi, nisbi molekul kütləsi 26-dır. Yaxşı. Və həmin bölmədə tənqlər üzrə hesablamalarda 37-ci sual, bu da 4-cü ixtisas qrupuna aid sualdır. Mürəkkəb görürsənsə belə, amma deyim ki, biraz riyazi, biraz məntiqi olan uşaq var. Vəziyyətdən çıxarda bilər özünü uşaq. Asla. Düşünürəm ki, çox çətin deyil. Nəyə görə? Çünki burada baxan ki, görürsən ki, x azalır, y azalır. Deməli, x nə y sərfi olunur. X, y nədir? Əmələ gəlir, məhsuldur. Düzdürmü? O da bizə deyir ki, x-in 80%-i reaksiyaya girib. X 80%-i deyir reaksiyaya girib. Düzdür? İndi belə fikirləş ki, hə, 40-dır x. 40-ın 80%. Ay, super. Əla. Əla. 40-ın 80%-i tapmaq lazımdır. Tapaq. Nə qədər eləyir? Ədədin faizi tapmaq üçün ədəd faizi vurub 100-ə vurub. 100-ə bölürsən, düzdürmü? 40 vurulsun 80, bölünsün 100. Nə qədər eləyir? 32 qram. Ucu bildik ki, x sərf olundu. Hə? Belə ucu məlumatımız var da bizim 32 qram x sərf olundu. Yəni, artıq bu bilgiyə biz sahibik ki, 32 qram x sərf olundu. İndi bir məsələ də var ki, x, y təkcə x-dən ibarət deyil də, x-dən əmələ gəlmir. Y-dən də əmələ gəlir. Bax. İndi düşünməliyik ki, nə qədər y sərf olunur? Y sərf fikir ver. 16 qram, görürsünüz, ölçü vahidi də qramdır. Yox, biraz diqqətli olun, tələsirsiniz. Y 16 qram idi, gəlib sıfıra düşüb. Nə başa düşdünüz? Deməli, Y-in hamısı sərf. Hər şeyi itirdi. Mən 16 qram idi, 16 qramı sərf olunur. Nə qədər sərf olunub, o bizə lazımdır. 16 qram götürmüşdüm. Sıfırda dayanıb o deməkdir ki, yəni 100% sərf olunub. Yəni 16 qramı sərf olunub. Y nə qədər sərf olunub? 16 qram sərf olunub. Uşaqlar, maddə kütləsinin saxlanması qanunu var. Maddə çünki qaydaları başa düşmək lazımdır ki, sualı əzbərləmək yox, mahiyyətini başa düşəsiniz. Onun üçün də qayda başa düşmək lazımdır. Qaydanı anlamaq lazımdır. Maddə kütləsinin saxlanması qanununda deyilir ki, sərf olunan kütlələr alınan kütləyə nədir? Bərabərdir. Yəni, reaksiyaya daxil olan maddələrin sərf olunan kütlələrin cəmi alınan kütləyə bərabərdir.
Rəqslə alınan maddənin kütləsinə bərabərdir. Lor dildə belə deyək. O zaman biz X-in 32 qramı sərf olunubsa, 16, Y-in 16 qramı sərf olunubsa, deməli bunlar hamısı hara keçib? Alınan maddənin tərkibinə keçib. Deməli alınan maddənin kütləsi nə qədər olacaq? 48 qram. Düzdür? 32 plus 16 nə qədər edəcək? 48 qram. İndi qrafikdə də görünür ki, X, Y, yəni alınan maddənin kütləsi M-dir. Deməli bizim tapdığımız bu 48 elə özü nə imiş? M imiş. Aydın oldu sual yoxsa yox? Yəni qorxmaq lazım deyil. Deməli, alüminiumla kişi qızdırılır, alınır alüminium sulfit, deyir ki, biri tam sərf olunur. Amma bizə hər iki maddənin miqdarı verildiyinə görə başlanğıc sərf olunan yenə yazıram. 10 qram alüminiumdur. Kişir nə qədərdir? 16 qram deyil. 16 qram da kişir. Kütlələr yazılıbsa, tənlikdəki miqdarları qeyd olunacaq. 2 vurulsun 27, 54 qram. 3 vurulsun 32, 96 qram. Düzdür? Bundan sonraki işimiz nə eləməkdir? Müqayisə eləməkdir ki, kim çox, kim az götürülür. Kim azdırsa, o tam sərf olunacaq. Hansı maddə nisbəti böyükdürsə, ondan artıq qalacaq. 10 bölünsün 54, 16 bölünsün 96. Necə müqayisə edək ki, bu kəsirlərdən hansı böyük, hansı kiçik? Gəlin kəsirləri müqayisə edək, dostlar. Deməli, 10 bölü 54, 16 bölü 96. Bunları nə elədik biz? İxtisar elədik 2-yə, 5, 27. Burada da 8-ə böləndə 1 bölü 8 qaldı. Ya sürətlərini, ya məxrəclərini eyniləşdirməklə kəsirləri rahat şəkildə nə edə bilərik? Müqayisə edə bilərik. Bu 5 bölü 27-dir. Bu da sürətin məxrəci 5-ə vuranda 5 bölü 40 edir. Sürətləri eyni olan kəsirlərin məxrəci kiçik olan böyük olur, məxrəci böyük olansa kiçik olur. Deməli, bu həqiqətən də 5 bölü 27, yəni alüminiuma aid olan miqdar böyükdür. Deməli, alüminium artıq qalacaq, amma kişirsə tam sərf olunacaq. Qaydaya görə yadınıza saxlayın. Hansı nisbət kiçikdirsə, onun aid olduğu maddə nədir? Tam sərf olunur. Deməli, bu tam sərf olunur. İndi bunun isə sərf olunan miqdarını nə edirik? Tənasib qrup tapırıq. İkinci işimiz budur. X bölü 54 bərabərdir 16 bölünsün 96. Nə qədər eləyəcək bu uşaqlar? 96. Bəli, 6 edir. Necə edir? Səhv eləmişdir biz ondan. Burada bölmədə səhv eləmişik. Böyle. Əslində qalsa bura yəni, şey yazsaydı. Bayaq böləndə bunu səhv bölmüşəm. İstəsəsi çıxarmamız. Bu nə qədər 6-nı 5-ə vuranda 30 eləyir. Onsuz da düzdür. Yenə də bu 5 bölü 27 böyükdür 5 bölü 30-dan. Prosta bayaq böləndə bura məxrəci sadəcə 6 yazmaydı. Yox, narahatsızlıq yoxdur. Davam edir. Sadəcə dediyim kimi bayaq böləndə burada 8 yazmışdım. Heç biriniz fikir verməmişsiniz. Bu 6, bu da 1. 54 ilə də 6-nı ixtisarlayanda x neçə eləyəcək? 9 qram eləyir. Düzdür? Deməli, alüminiumdan 9 qram sərf olunub, 10 qram götürmüşsə 9 qram sərf olunub. Onda belə başa düşmək olar ki, deyir ki, artıq qalan maddənin kütləsini tapın. Birincidə deyir ki, artıq qalan maddənin kütləsi. Artıq kütlə nə qədərlədir? Ondan çıxırsınız 9-u 1 qram. Bir də deyir ki, reaksiya məhsulunun kütləsini. Məhsulun kütləsini sizə necə tapmaq olar? Sərf olunan və alınan. Nəyə bərabər olacaq? Sərf olunanların cəmi 9 plus 16. Bu da neçə edir? 25 qram. Yaxşı, aydın oldu yoxsa yox? Bu artıq qalma ilə bağlı sualları bu şəkildə eynilik həll edir. Sual Üçüncü sual, ətraflı yazılı cavab tələb olunan tapşırıqlardır. Düzdür, ilk baxışda çətin görsənə bilər, amma özünüzü qorxutmayasınız gərək. Maddəmiz mis XO4-dür və bu birləşmənin içərisində oksigenin payı da 40%-dir. Maddənin molyar kütləsi də verilib A qram bölü mol, yəni 1 molun kütləsi 1 molun. Formulun emiri, formula uyğun gəlin, emir adı. Yəni siz emiri tapmaqla elə maddənin 1 molunun kütləsini tapmış olursunuz. Yazı saxlamayı unutmayın bunu dostlar. Və ondan sonra da bizdən soruşur ki, biz bunu addım-addım edəcəyik. Hissəsi gəlib çıxacaq X-ə, X-in kütləsini tapacaq, ondan sonra X-in payını tapacaq. Gəlin başlayaq. Və bunun üçün hardan başlayırıq?
Təbii ki, birləşmədə sadəcə olaraq bildiyimiz, gördüyümüz bir şey var ki, yəni bizə məlum olan bir şey var ki, mis x o4. Mis burada nə qədərdir bu birləşmədə? Bir dənə misimiz var, 1 mol misimiz var, 64. 4 mol oksigenimiz var, bu da 64. X-i amma bilmirik. İndeksini bilirik birdə, amma atom kütləsində məlumatımız yoxdur. Oksigenin bəli, kütləsini bilirik ki, 64-dür. Yəni biz bilirik M artıq qeyd eləyək ki, oksigen 64 qramdır və onun payı da bilirik ki, 40%. Və beləliklə biz 64 qram 40%-dirsə, biz bütöv bir şeyi tapmaqdan ötürü 100%-i təbii ki, sual veririk. İndi bəzi uşaqlar deyəcəklər ki, ay müəllim, düz türlə eləsiniz yaxşı olar, düz türlə deyək, problem yox. Biz burada maddənin nəyi tapmış oluruq? MR-ni tapmış oluruq. MR-i də tapdınız. 1 mol uyğun gələn kütlə molyar kütlə deməkdir. Nə qədər eləyir? Artıq sən onu hesabladın, 160. Uşaqlar, biz sizlə danışdıq ki, bu birləşmədə 64 qram mis var. 64 qramda nə var oksigen? Onda bir dənə məntiqimizi işə salaq. Burada x yox, burada belə fikirləşək ki, x nə qədər olar bəs? X-in kütləsi nə qədər olar? O cür yox. Bax, tələsirsən. 64, 64. Nə qədər edir bu ikisi? 128 qram elədir. Birləşmə ümumi 160-dır. 160-dan 128 çıxsaz nə qədər eləyəcək? Nə qədər eləyir? 32 eləmir. 32 qram eləyir, düzdürmü? Bu 32 qram tapmaqla nəyi tapmış olduq? X-imizin kütləsini tapdıq. Amma bizdən bu X-in kütləsini yox, kütlə payını istəyir. Və görürsən, omega. Kütlə payını soruşarkən götürürük sürətə axtardığımız elementin kütləsini yazıb, birləşmədə kütləsini yazıb, aşağıda da birləşmənin kütləsini yazırıq. Yəni 160 yazıb 100-ə qoyuruq. Bu beləliklə nə qədər eləyir? 20% eləyəcək. Deməli, bəli, bu 20%-dir. Bu da nə qədər oldu? Maddənin 1 molun kütləsi 160 oldu. Düzdür? 1 moluna uyğun gələn kütlə 160-dır. Molyar kütləni soruşur. Maddənin molyar kütləsini soruşur, ümumi soruşur. Ona görə 160-dır. Bu 160-dır, bu da 20-dir. Yaxşı. Beləliklə, sualın ötəsindən gəlmək olar. Əlavə ətraflı yazılı cavab tələb olunan tapşırıqlarda eləyirik 5-ci sualı. X ilə Y reaksiya girib, X, Y alınıb, dostlar. Başlanğıc və sərf özümüz üçün niyə qeyd edirik? Biz demişik ki, ümumiyyətlə, bu artıq qalan məsələlərdə və yaxud reaksiya daxil olan hər iki maddənin miqdarı ilə bağlı hər ikisinin miqdarı verildikdə nisbət fərqi yoxdur. Nisbət olsun və yaxud həcm miqdarı olsun və yaxud kütlə olsun. Nə edirik? Başlanğıc və sərf qeyd edirik. Bunlar da bizə veriblər. X ilə Y-i 3-4 nisbət. Neçə veriblər? X, Y uyğun olaraq kütlə nisbəti ya. X, Y-in kütlə nisbəti 3/4. İndi burada da deyir ki, 5 qram artıq qalma məsələsi var ortada. Deyir ki, maddələrdən birindən 5 qram artıq qalır. Təbii ki, bunların fərqi neçə eləyir bu dəqiqə? 1 eləyir. Amma bunu 2 dəfə artırsaq, bu eləyir 6, bu eləyir 8, eləyir fərq neçə? 2. Elə bunu bir dəfəlik 5 dəfə artırsaq, bu 15, bu neçə? 20. Onda fərq nə qədər edəcək? 5. Ümumiyyətlə, artıq qalmaq sözünə görə 5 qram artıq qalır dediyinə görə biz bunların hər ikisini neçə dəfə artırdıq? 5 dəfə artırdıq. İndi burada da bir məsələ var ki, bizə deyir ki, hər ikisi eyni kütlədə götürülür. Eyni kütlədə deyirsə, hansı böyüksə, biz, bayaq nisbəti edir, şu artıq indi əlimizdə kütlələrdir. Yəni 15 qram birindən, 20 qram birindən. Təbii ki, reaksiyaya girib, daxil olub. Amma mən hər ikisini eyni kütlədə başlanğıcda verildiyinə görə yazıram 20 qram X, 20 qram Y götürülüb və üst 4 nisbətdə dediyinə görə reaksiya girib. Hansı nisbəti böyüksə, deməli o tam sərf olunub. Düzdürmü? Deməli, yəni buradakı nisbətə görə deyirəm də, 3-4-ə görə. Təbii ki, bundan elə 20 qram sərf olunub. Bundan da nə qədər sərf olunub? 15 qram sərf olunub. Burada asanla görmək olur da, 20 qram bundan sərf olunub. Yəni, bir sözlə, bunlar sərf olunan miqdarlardır. Bunlar sərf olunan miqdardır. Bundan 20 qram, bundan 15 qram sərf olunub. Onda belə çıxır ki, Y tam sərf olunub. X-dansa 5 qram
artıq qalacaq. Və soruşurlar ki, x, y nə qədər əmələ gələr? 15 qram bundan, 20 qram bundan sərf olunursa, alınan maddənin kütləsi sərf olunan kütlənin cəmidir. Yəni 35 qram əmələ gələcək. Bu da bizim 5-ci sualımız, maraqlı sual. Deməli, 6-cı sualda deyir ki, m qram kükürt, 64 qram kükürt 4 oksidən ibarət qarışığın yandırılmasından sonra qabda 320 qram kükürt dioksid olur, düzdürmü? Reaksiya ənlini yazın. İlkin qarışıqda kükürdün kütləsini qramla, reaksiya sərf olunan oksigen həcmini isə nə ilə hesablayın? Litrini hesablayın. Təbii ki, burada atom kütlələri verilmişdir. Kükürdün atom kütləsi 32, oksigenin atom kütləsi 16 verilib, düzdür? Dostlar, biz qeyri-üzvi kimyanı keçəndə elementlər kimyasını öyrənəcəyik ki, kükürt dioksin oksigen reaksiyası vanadium 5 oksin iştirakı ilə və yaxud NO2-nin katalizator olaraq NO2-nin iştirakı ilə gedir. O reaksiyalar oksidaşma reaksiyasıdır, yanma deyil. Yəni kükürt dioksin oksigendə yanmır, oksidaşır. Və ona görə yanma reaksiyası baş vermədiyinə görə elə başlanğıcda nə qədər SO2 varsa, o qədər SO2 də qalır. Bu da bizə deyir ki, reaksiyadan sonra 320 qram SO2 əmələ gəlir. 120 qram SO2-nin 64 qramı elə bu başlanğıcda götürdüyün SO2-nin miqdarı idi. Onda bu reaksiyadan əmələ gələn, qalanı da bu reaksiyadan əmələ gələndir də. Yəni yuxarıdakı yazdığım reaksiyadan əmələ gələndir. Onda nə edərik Aslan? 320-dən 64-ü çıxanda neçə eləyər? 256. 256 qram SO2 hardan əmələ gəlir? Bu reaksiyadan əmələ gəlir. Buraya 256 yazsam, bu da özü nə qədərdir? Qram deyil bu. Qramın altına nə yazılır? Maddənin nə yazılır? Mr yazılır. Bizə də görürsünüz, bunlar verilib ki, biz rahat bir şəkildə nisbi molekul kütləni tapa bilək. 32-dir. Bu da 16-nı 2-yə vuranda yenə 32-dir, edir 64. Gətirib 64-ünü yazırıq. Bizdən soruşur ki, kükürdün kütləsi nə qədərdir? Yenə qram olduğuna görə altına 32 yazırıq. M bölünsün 32 bərabərdir. 256 bölünsün 64. Burada içərisində 4 dənə var. Buradan da M neçə eləyəcək? 128 eləyir. Düzdür? Kükürt var imiş başlanğıcda. Oksigen də həcmlə soruşur. O da x litr yazım. Yazı saxlayın dostlar. Buna biz toxunmamışıq, indi toxunuruq məsələyə də. Tənlikdə həcm soruşulursa üstünə yazın litr. Altından da tənlikdəki həcmini yazırsınız. Sual verə bilərsiniz ki, mən tənlikdəki həcm necə hesablanır? Əgər qaz 1 moldursa, 22-14 litr yazsın. Maddə miqdarında buna aydınlıq gətirəcək. 1 mol, həqiqətən də 1 mol olduğuna görə altına nə yazırsınız? 22,4 litr yazırsınız. Yox, bəs 2 mol olsaydı müəllim qazın əmsalı, o zaman 44,8 litr yazılacaq. X bölünsün 22,4 bərabərdir. 256 bölünsün 64. Burada 4, 1. Burada da x neçə eləyəcək? 4-ü 22,14-ə vurursunuz, eləyir 89,6 litr oksigen sərf olunur. Yaxşı? Məsələ aydın oldu? Yaxşı. Bu da belə getdi. İndi bir dənə sualımız qaldı. Hə? Nə deyirsin? 8-ci sualda CnHmO3 maddəsidir. Orada oksigen kütləsinin hidrogen kütləsinin nisbəti 8 verilib. Karbonun kütləsinin hidrogen kütləsinə nisbəti neçə verilib? 6 verilib. İndi mən sizə soruşsam ki, siz orada oksigen kütləsini dəqiq bilirsiniz, yoxsa yox? Təbii ki, deyəcəksiniz, bəli, bilirik. Neçədir birləşmədə oksigen kütləsi? Oksigen 16-dır, amma 3 dənədir, eləyir 48. Hidrogen bilirsinizmi, yoxsa yox? Hidrogen atom kütləsi 1-dir, amma M-dir. Yəni, biri yad demirlər, ona görə M deyirlər. Onda bu ikisini istifadə edib, bu nisbəti necə yazmaq olar? Oksigenin kütləsinin yerinə nə yazacaq? Görürsünüz, bu söhbətin yerinə görürsünüz, nə yazıram? 48 bölünsün M bərabərdir 8-ə. Buradan da M bərabərdir. Bəli, tamamilə doğrudur. 6. Gördünüz? Mən indi buradan siləcəm. M-i, onun yerinə yazıram. 6. Hidrogeni də bildim. Həmişə M də burada bildiyim ki, 6. Keçək N-ə. Karbonun kütləsinin, hidrogen kütləsinin nisbəti də neçədir? 6-dır. Bu arada karbonu da bilirik. 12 N-dir. Və indi gəlirik, bunu düzəldirik. Bu dəfə
karbon kütləsi 12N bölünsün hidrogen kütləsi. Artıq hidrogen kütləsini bildiniz də. 6-dırsa indeksi, onda bax görürsünüz, MH nəyə bərabərdir? M-ə bərabərdir. M-də neçə tapdım? 6. Deməli, belə çıxır ki, hidrogen kütləsi neçədir? 6 qram. Bura 6 yaza bilirəm. Bərabərdir neçəyə? 6-ya. Ortada Bunu ixtisar edirəm. Burada 2 eləyir. Burada 1 qalır. 2N 6-dır. Görürsünüz, sadədir suallar. Kimyanın gözü də çox da böyətməyin. N də 3. Çox böyətmək olmaz. Asan suallar.